Salam, Səsli Qanun seriyamızdan bugün mediasiya haqqında Azərbaycan Respublikasının qanunu. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 10-cu və 12-ci bəndlərinə uyğun olaraq mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir. Mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir. 1-ci fəsil ümumi müddəalar. Maddə 1. Əsas anlayışlar. Bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir. Mediasiya. Mediatorların vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu qanunla müəyyən olunan proses. Tərəflər, hüquqi və fiziki şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər, habelə mediasiya prosesinin tətbiqinə razılıq vermiş inzibati orqanlar. Mediator, peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş bu qanunun tələblərinə cavab verən fiziki şəxs. Mediasiya təşkilatı, bu qanunun 11.1-ci maddəsinə müəyyən edilmiş hüquqi şəxs. Mediasiya iştirakçıları, mediator və tərəflər. Mediasiyada iştirak edən digər şəxslər. Mediasiya prosesinə iştirak edən vəkillər, nümayəndələr, tərcüməçilər, ekspert və mütəxəssislər, mediasiyanın əməkdaş təşkilatının əməkdaşları, habelə tərəflərin razılığı ilə mediasiya prosesinə iştirak edən digər şəxslər. Barışıq sazişi. Tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşma. Mediasiya prosesinin tətbiqi barədə müqavilə. Mövcud mübahisənin mediasiya prosesi vasitəsilə həlli üçün tərəflər arasında bağlanan yazılı razılaşma. Mediasiyaya dair qeyd şərt. Tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə və arbitraj məhkəməsinə müraciət etməzdən əvvəl mediasiya prosesinin iştirakını tələb edən müqavilə şərti yaxud hər hansı digər sənəddə olan şərt. Mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilə. Mediator və ya mediasiya təşkilatı ilə tərəflər arasında mediasiya xidmətlərinin göstərilməsi üçün imzalanan yazılı müqavilə. Mediasiya, mübahisə. Tərəflər arasında yaranmış və yarana biləcək bu qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mübahisə. Maddə 2. Mediasiya haqqında qanunvericilik. Mediasiya haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu qanundan, digər normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Ələt azad iqtisadi zonasına mediasiya sahəsində münasibətlər, Ələt azad iqtisadi zonası haqqında Azərbaycan Respublikası qanunun tələblərinə uyğun olaraq tənzimlənir. Maddə 3. Mediasiyanın tətbiqi dairəsi. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir. Mülki işlər və kommersiya mübahisələri, xarici elementli mübahisələr də daxil olmaqla, ailə münasibətlərindən irəli gələn mübahisələr, əmək münasibətlərindən irəli gələn mübahisələr, inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Bu qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator, mediasiya təşkilatı, tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Məhkəmələrin inzibati binalarında Mediasiya Şurasının məlumatına əsasən onların yerləşdikləri əraziyə yaxın yerlərdə fəaliyyət göstərən mediatorlar və mediasiya təşkilatları barədə məlumat lövhələri yerləşdirilməlidir. Mediasiya Şurası mediasiya reyestrində dəyişikliklər baş verdikcə həmin məlumat lövhələrindəki informasiyanın müvafiq məhkəmələr tərəfindən daim yenilənməsinin həyata keçirilməsini təmin etməlidir. Maddə 4. Mediasiyanın məqsəd və prinsipləri. Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Mediasiya aşağıdakı prinsiplər əsasında həyata keçirilir. Könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların qərəzsizliyi və müstəqilliyi, mediasiya prosesinə müdaxilənin yol verilməzliyi, konfidensiallıq. Maddə 5. Könüllülük. Mediasiya könüllü. Bu qanunun 28-ci və 29-cu maddələri nəzərə alınmaqla mediasiya könüllü xarakter daşıyır və tərəflər mediatorun seçilməsində sərbəstdirlər. Mediasiya tərəflərin qarşılıqlı razılığı ilə bağlanan mediasiya prosesinin tətbiqi barədə müqavilə əsasında bu qanunun 21.1-ci maddəsi nəzərə alınmaqla həyata keçirilir. Mediasiya zamanı tərəflər öz mülahizələrinə əsasən maddi və prosesial hüquqlarından istifadə edirlər. Habelə tələblərinin həcmini artırmaq və ya azaltmaq, bu qanunun 28-ci və 29-cu maddələrinin tələbləri nəzərə alınmaqla mediasiyanın istənilən mərhələsində mediasiyadan imtina etmək hüquqlarına malikdirlər. Maddə 6. Tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı. Tərəflər mediasiya zamanı bütün məsələlərdə, o cümlədən mediatorun seçilməsində bərabər hüquqlardan istifadə edirlər və bərabər vəzifələr daşıyırlar. Tərəflər mediasiyanın məqsədləri naminə əməkdaşlıq etməli və qarşılıqlı şəkildə fəaliyyət göstərməlidirlər. Mediasiya mübahisənin həllində tərəflərin əməkdaşlığına, habelə ünsiyyət və danışıqlarına əsaslanır. Maddə 7. Mediatorların müstəqilliyi, qərəzsizliyi və mediasiya prosesinə müdaxilənin yol verilməzliyi. Mediasiya zamanı mediator müstəqil və qərəzsiz olmalıdır. Mediator mediasiya prosesini həyata keçirən zaman tərəflərdən, dövlət və yerli özünə idarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən asılı olmamalıdır və mediasiya zamanı adı çəkilən orqanların və şəxslərin mediatorun fəaliyyətinə müdaxiləsinə yol verilmir. Mediator, mediasiya zamanı hər iki tərəfə bərabər yanaşmalı, tərəflərin mediasiya zamanı bərabər iştirakını təmin etməli və hər iki tərəfə proses zamanı tələblərini təqdim etmək üçün bərabər imkan yaratmalıdır. Mediatorun qərəzsizliyinə mane olan hallar olduqda, mediator mediasiyanı aparmaqdan imtina etməlidir. Maddə 8. Konfidensiallıq. Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, mediasiya qapalı keçirilir. Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədi ilə tələb olunan hallar istisna olmaqla, mediasiya zamanı əldə olunan bütün məlumatların, o cümlədən tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və sair konfidensiallığı mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəfindən qorunur. Mediasiya iştirakçılarının və mediasiyada iştirak edən digər şəxslərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə proseslərində və arbitraj icraatında, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur. Həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla və belə məlumatlarla bağlı həmin şəxslər şahid qismində iştirak edə bilməzlər. Bu qanunun 8.2, 8.3 və 8.5-ci maddələri mediasiya zamanı ağır və xüsusilə ağır cinayət hadisələri haqqında əldə olunan məlumatların verilməsi, habelə cinayət mühakimə icraatı zamanı mediasiyaya aid məlumatların açıqlanması vəzifəsinin məhkəmə qərarı ilə müəyyən edilməsi hallarına şamil olunmur.
Mediatorun və mediasiya təşkilatının müvafiq fəaliyyətini həyata keçirmək hüququ dayandırıldıqda və ya mediasiya şurasının üzvlüyündən çıxarılmasından sonra da mediasiya zamanı əldə olunmuş məlumatların konfidensiallığının qorunması təmin olunmalıdır. Mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəfindən bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş konfidensiallıqla bağlı qaydaların pozulması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Maddə 9. Tərəflərin hüquq və vəzifələri. Tərəflərin aşağıdakı hüquqları var. Bu qanunun 5-ci və 6.1-ci maddələrinə nəzərdə tutulan hüquqlar, mediasiya təşkilatını və ya mediatoru seçmək və onlardan imtina etmək, mediasiyanın aparılmasında şəxsən və ya etibarnamə əsasında təmsilçi vasitəsilə iştirak etmək, mediasiya prosesi və onun mümkün nəticələri barədə məlumat almaq, bu qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək, tərəflər qarşılıqlı razılaşma əsasında bu qanuna uyğun olaraq mediasiya prosesinin tətbiqinin, onun həyata keçirilməsinin və başa çatdırılmasının bütün şərtlərini sərbəst şəkildə müəyyən edə bilərlər. Tərəflərin aşağıdakı vəzifələri var. Barışıq sazişinin icrasını təmin etmək, mediasiya prosesinin konfidensiallığını qorumaq. Bu qanunun 36.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla mediasiya xərclərini ödəmək. Bu qanunla müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək. İkinci fəsil. Mediatorun fəaliyyəti. Maddə 10. Mediatora dair tələblər. Mediator olmaq istəyən fiziki şəxs aşağıdakı tələblərə cavab verməlidir. Ali təhsilə malik olmalıdır, 25 yaşı tamam olmalıdır, ən azı 3 illik iş stajına malik olmalıdır, mediatorların ilkin hazırlığı üzrə təlimi bitirərək bu qanunun 14.2-ci maddəsində nəzərdə tutulmuş sertifikatı əldə etməlidir. Bu qanunun 17.5-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq müddətin keçməsi gözlənilməlidir. Din xadimləri, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 3 il mediasiya prosesinin tətbiqi barədə müqavilənin bağlandığı tarixədək son 3 il ərzində xidmətə uyğunsuzluğa və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular, hüquq mühafizə orqanlarında xaric edilmiş, eləcə də intizam tənbihi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna, o cümlədən dövlət qulluğunun xüsusi növünə, vəkillik və notariat fəaliyyətinə xitam verilmiş şəxslər mediator ola bilməzlər. Bu qanunun 10.2-ci maddəsində göstərilən hallar olmadıqda, bu qanunun 10.1-ci maddəsində göstərilən tələblərə cavab verən fiziki şəxs mediasiya şurasının üzvlüyünə qəbul edildiyi andan mediator fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edir. Mediator qanunla qadağan olunmayan istənilən digər fəaliyyətlə məşğul ola bilər. Mediator fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslərin istifadəsində ən azı 2 otaqdan ibarət mediasiya şurası tərəfindən müəyyən edilən tələblərə cavab verən ofis olmalıdır. Maddə 11. Mediasiya təşkilatı. Mediasiya təşkilatı mediasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədi ilə mediasiya xidmətlərinin marketinqini, əmək müqaviləsi və ya müvafiq mülki hüquqi müqavilə bağladığı mediatorların xidmətləri üçün haqqın və digər xərclərin ödənilməsinə dair qaydanı müəyyən edən, mediasiya zamanı danışıqların aparılması üçün şərait yaradan, bu qanunla və ya tərəflərin razılığı ilə müəyyən edildiyi hallarda mediasiya prosesini aparmaq üçün mediatorları təyin edən, habelə mediatorların effektiv fəaliyyətinə yönələn digər tədbirləri həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmış hüquqi şəxs mediasiya təşkilatı ola bilər. Hüquqi şəxs mediasiya şurasının üzvlüyünə qəbul edildiyi andan mediasiya təşkilatı kimi fəaliyyət göstərmə hüququ əldə edir. Mediasiya şurasının üzvlüyünə qəbul edilməsi üçün hüquqi şəxs aşağıdakı tələblərə cavab verməlidir. Ən azı 2 mediatorla, onlardan ən azı biri ali hüquq təhsili olmalıdır. Əmək müqaviləsi olmalıdır. Ən azı 2 mediatorla əmək müqaviləsi olmalıdır. Mediator tərəfindən göstərilən mediasiya xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi üçün təsdiq olunmuş qaydaya malik olmalıdır.
İstifadəsində ən azı 2 otaqdan ibarət Mediasiya Şurası tərəfindən müəyyən edilən tələblərə cavab verən ofisi olmalıdır. Bu qanunun 11.8-ci maddəsində nəzərdə tutulmuş hallar olduğu halda müvafiq müddətin keçməsi gözlənilməlidir. Mediasiya təşkilatının mediasiya fəaliyyətini həyata keçirmək hüququ aşağıdakı hallarda dayandırılır. Mediasiya təşkilatı tərəfindən ərizə təqdim edildikdə, o cümlədən mediasiya təşkilatının hüquqi şəxs kimi fəaliyyəti dayandırıldığı halda, bu qanunla müəyyən olunan vəzifələrin pozulması hallarının aradan qaldırılmasına dair Mediasiya Şurasının qərarını yerinə yetirmədikdə, pozuntunun aradan qaldırılması üçün zəruri olan müddət nəzərə alınmaqla 1 aydan 6 ayadək müddətə. Mediasiya təşkilatı Mediasiya Şurasının üzvlüyündən aşağıdakı hallarda çıxarılır. Mediasiya təşkilatı tərəfindən müvafiq ərizə təqdim edildikdə, mediasiya təşkilatı ləğv edildikdə, hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar, onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayılması ilə bağlı məhkəmənin müvafiq qərarı olduqda. Mediasiya Şurasının üzvlüyünə daxil olmaq məqsədi ilə təqdim etdiyi sənədlərdə və məlumatlardan sonradan bilə-bilə təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar edildikdə, mediasiya fəaliyyətini həyata keçirmək hüququnun dayandırıldığı müddətin bitməsinə ən azı 1 iş günü qalmış, bu qanunla müəyyən olunan vəzifələrin pozulması hallarının aradan qaldırılmasının nəticəsi barədə Mediasiya Şurasına yazılı məlumat vermədikdə, bu qanunun 19.3-cü maddəsinə uyğun olaraq üzvlük haqqını 1 il ərzində 6 aydan artıq müddətə üzürsüz səbəbdən ödəmədikdə, mediasiya təşkilatının mediasiya fəaliyyətini həyata keçirmə hüququnun dayandırılması və ya Mediasiya Şurasının üzvlüyündən çıxarılması Mediasiya Şurasının qərarı ilə həyata keçirilir və belə qərarlar qüvvəyə mindiyi tarixdən həmin mediasiya təşkilatı barəsində mediasiya reyestrində müvafiq qeydlər aparılır. Mediasiya təşkilatının mediasiya fəaliyyətini həyata keçirmə hüququnun dayandırılmasına əsas olmuş, bu qanunun 11.4.2-ci maddəsinə göstərilmiş hallar aradan qalxdıqda, mediasiya təşkilatının bu qanunun 11.5.5-ci maddəsində müəyyən edilmiş müddət ərzində etdiyi yazılı müraciət əsasında Mediasiya Şurası tərəfindən onun fəaliyyətinin bərpa olunması haqqında 5 gün müddətinə qərar qəbul olunur. Mediasiya Şurasının üzvlüyündən bu qanunun 11.5.4-cü, 11.5.6-cı maddələrinə əsasən çıxarılmış hüquqi şəxs və ya həmin hüquqi şəxsin təsisçisinin təsis etdiyi digər hüquqi şəxs bu qərar qüvvəyə mindiyi tarixdən 1 il keçdikdən sonra Mediasiya Şurasının üzvlüyünə qəbul olunmaq üçün bu qanunla müəyyən edilmiş qaydada Mediasiya Şurasına müraciət edə bilər. Maddə 12 növbəti videoda.